Asan Könülləri Təşkilatı Azərbaycan Gəncləri Gününə həsr olunan Dinamik Gənclik Həftəsi 5 layihəsini həyata keçirir. Layihə çərçivəsində bu dəfə gənclər üçün Liv Bonadea Hospitalının həkimləri tərəfindən panel görüş həyata keçirilib. Panel görüş zamanı psixi sağlamlıq, göz müayinəsi və sağlam qidalanma haqqında danışılıb. Panel müzakirələrdə həkimlər gənclər üçün faydalı mövzulara toxundular. Foto və videolar vasitəsilə mövzuya uyğun təqdimatlar etdilər. Daha sonra panel görüş sual-cavabla davam etdi. Asan Könülləri Təşkilatı 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə artıq 5-ci ildir ki, Dinamik Gənclik Həftəsi adı altında layihə həyata keçirir və bu il 1-9 fevral tarixlərini əhatə edəcək layihə çərçivəsində gənclərimiz üçün müxtəlif idman yarışları, maarifləndirici görüşlər, ekskursiyalar və digər fəaliyyətlər təşkil olunur. Eyni zamanda bugün biz Bonadea xəstəxanasındayıq. Peşəkar həkimlərimizlə gənclərimizin, könüllərimizin görüşü baş tutur. Yeni nesil, yeni gençlerimiz bu meslek gruplarında da önümüzdeki çağlarda seçimlerini yapıyor olacaklar. Gerek sağlık profesyonelleri, gerek doktorlar, gerek sağlık yöneticileri, gerek yapay zeka destekli tüm analitik programcılar bu meslek gruplarında hem Azerbaycan'ın hem de global sağlık pazarında önemli roller olacaklar.